Oyun fasilədən sonra çox gərgin keçəcəyini bilirdik. Çünki 2 həftə biraz istirahət müddətimiz oldu. Ondan sonra biraz çətin olur oynamaq. Amma buna baxmayaraq yaxşı çıxış elədi. Epizodlarımız çox oldu. Sadəcə olaraq son anda soyuqqanlılığımız biraz çatmadı. Buna görə bir hesabı qeydə alın. Yəni erkən gol vurdunuz, erkən gol buraxdınız. Sonra yəni belə deyək də gözləyirdik ki, ardıcıl qollar gələcək, amma sanki necə deyim, yəni daha ehtiyatlı oynamağa başladı tərəflər. Yox, belə deməzdim, ehtiyatlı yox. Oyuna çox aqressiv başlamaq idi niyyətimiz. Belə də alındı. İlk qolu vurduq. Sizin sözünüzə qüvvət. Amma sonradan qapımızda necə deyim, öz səhvimizdən, ehtiyatsızlıqdan qol buraxdıq və bundan sonra epizodlarımız yenə deyirəm çox oldu. Sadəcə olaraq son nöqtəni qoya bilmədik. 4 oyunun heç birində Araz Naxçıvanı yəni məğlub edə bilməriz. Bunun xüsusi bir necə deyim, səbəbi varmı? Hələ buna görə xüsusi hazırlaşmışdıq ona. Çünki 3 oyunda məğlub eləyə bilməmişdik. 4-cü oyunda son oyunumuz idi. İstəyirdik doğma meydanda qalib gələ bilək. Sadəcə olaraq yenə deyirəm, ikinci hissədə xüsusən də epizodlarımız oldu, dəyərləndirə bilmədik. Ola bilər ki, fikrimizin belə deyək, dil esnəsində kubok oyununda idi. Kubok oyunumuz düz qeyd etdiniz, vacibdir, amma ki ilk öncə çempionat oyunumuz var idi. Çünki biz oyun-boyun oyunlara hazırlaşırıq. İndi bu oyun bitdi, növbəti oyun sabahla oyundur, kubok oyunumuz vacib oyundur, ona ciddi hazırlaşacağıq. Yəqin arzulaşırsınız da, yəni mövsümün xilası üçün Neftçinin finala çıxmağı mütləqdir, ən azı finala çıxmağı. Çempionatın sonuna hardasa 8 tur qalıb. O qədər də fərq böyük deyil. Real olaraq mümkündür Avroliqaya çempionatdan qatılmaq. Biraz çətin olacaq, amma mümkündür. Biz bütün oyunlara ciddi hazırlaşırıq. Kubok qeyd etdiyiniz kimi daha asan görsənir. İndi görək çempionatın sonu inşallah. Son oyunlarda sambo qolları vurub və kubokda olmayacaq. Yəni onun yoxluğu nə dərəcədə təsir edəcək? Yaxşı formada idi sambo. Son oyunlarda yaxşı qollar vurdu. Komandaya xeyri dəydi. Əlbəttə komandaya biraz ziyanı olacaq onun olmaması. Amma sadəcə olaraq onun əvəz etməsi hücumçular da onu layiqincə əvəz edəcək.